Xırdalan şəhərinin ən hündür quru ərazisində 2 mərtəbə 4 otaqdan ibarət hazır yaşayışlı köç yaşa bir ev təqdim edirəm sizlər üçün dəyərli izləyicilər. Təqdimata başladıq evimizin qonaq otağından. Evimizin həyət hissəsi də var. Sonda həyətini də sizlərə təqdim edəcəm. Evimizdə xüsusi bir sistem var. Onu da qeyd edim sizlərə dəyərli izləyicilər. Ev sahibi mərkəzi kondisioner sistemi qurdurub. Yəni bütün otaqlarda kondisioner var və bir motorla işə salınır. Bura evimizin əsas girişi. Girişdən daxil olduq. İkinci mərtəbəyə çıxan pilləkən. Evimiz kupçalı evdir, dəyərli izləyicilər. 2 mərtəbə 4 otaqdan ibarətdir, kupçalıdır. Kupça hazır əldədir, alqı-satqıya hazır şəkildə. Baxın, burada bir dənə belə bir mətbəximiz var. Təbii ki, mətbəx mebel evdə qalacaq. Digər əşyalar isə danışıq əsasında saxlamaq mümkündür. Burada sanuzel qovşağıdır, birinci mərtəbəyə məxsus. Qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbədə 3 yataq otağı və sanuzel qovşağı yerləşir. Xırdalan şəhərində Uğur Marketin yaxınlığında yerləşir evimiz. Qalxdıq ikinci mərtəbəyə. İkinci mərtəbənin dəhlizi gördüyümüz şəkildə. Burada ikinci mərtəbənin sanuzel qovşağı sahibi istifadə etmir. Artıq əşyalarını yığıb. Birinci yataq otağımızdır bu hissədə. Gördüyümüz şəkildə. Belə bir yataq otağı. İkinci yataq otağımız burada yerləşir. Və son olaraq üçüncü yataq otağı. İndi isə keçəcəyik həyət hissəsinə. Burada belə bir gözəl səliqəli yataq otağımız və yataq otağından da eyvana çıxışımız var. Burada da belə bir eyvan hissəmiz var. Bir daha ünvanı sizlər üçün qeyd edim. Xırdalan şəhəri Afaq yaşayış kompleksindən yuxarı hissə Uğur Marketin yanında yerləşir. Qeyd etdiyim kimi mərkəzi kondisioner sistemi var. İstilik sistemi kombi sistemidir. Kombisi, pit minutkası hər biri ayrı-ayrılıqda quraşdırılıb hazır vəziyyətdə. İndi isə keçirik evimizin həyət hissəsini sizə təqdim edim. Bununla da videonu yekunlaşdıraq və kupçalı qeyd etdiyim kimi torpağın və evin kupçası var. Hazır əldədir, alqı-satqıya hazır şəkildə. Evimizin həyət hissəsidir dəyərli izləyicilər. Gördüyümüz kimi belə bir fasad görünüşü var. Kiçik də olsa həyət hissəsi var. Burada dəmirdən xüsusi şkaf yığılıb, yəni şkafın içərisinə əlavə əşyalarınızı yığa bilirsiniz. Bütün kommunallar fasiləsiz olaraq verilir. Kommunal çayğacıları quraşdırılıb. Hazır köç yaşa həyət evidir. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın. Bu günə bu qədər.